Xəyalar bölməsindən 102-ci sualın həllinə baxaq. Cismin məsafəsidir. Bu isə xəyalın məsafəsidir. Belə çıxır ki, cismin məsafəsi xəyalın məsafəsindən böyükdür. Xəyal deyir toplayıcı linsada alınıb. Gəlin ilk öncə baxaq. Xəyal nə oldu? Xəyal oldu kiçildilmiş. Həmçinin düzünə xəyalda görəm hər ikisi eyni yerləşib düzünə. İndi həqiqidir və möhümdür ona baxaq. Toplayıcı linsada alınıb. Toplayıcı linsada bir dənə xəyal alınırdı ki, möfhumi xəyal olurdu. Həmin o möfhumi xəyalda deyirdik ki, xəyal düzünə olur, möfhumi olur, lakin böyüdülmüş olur. Böyüdülmüş olur. Amma burada mən görürəm ki, xəyal nədir? Kiçildilmiş olur. Möfhumi və kiçildilmiş olan hansı xəyaldır? Səpici linsada deməli bu xəyal alınıb. Deməli, xəyal necə oldu? Xəyal oldu möfhumi. Toplayıcı linsada ayrılmayıb, çünki orada xəyal böyüdülmüş alınır. Səpilci linsada alınıb, bəli doğrudur. Müstəvi güzgüdə alınıb. Xeyr, müstəvi güzgüdə cisim məsafəsi ilə xəyal məsafəsi qiymətcə bir-birinə bərabərdir. Yəni güzgüyə baxanda biz öz ölçülərimizi cisimin öz ölçülərinə uyğun görürük. Həqiqidir. Xeyr, həqiqi deyir. Möfhumi xəyalda uzantıları kəsişib və 5-ci isə möfhumidir, bəli doğrudur. Səpici linsada hər zaman xəyal kiçildilmiş, düzünə və möfhumi alınır. Doğru cavab 2 və 5-dir.